Baş, alınması. Alınması duzların. Özümü öldürürdüm ki, oksid əsas turşunu yaxşı bilin. Eyni oksid əsas turşunun təkrarıdır. Niyə? Çünki orada keçdikcə gördünüz, duz su alırdıq, duz alırdıq. Həmin bax eyni şeydir. Həmin reaksiyalar burada bir də təkrarlanır. Birinci şərtləri deyirəm, alınma şərtlərini. Yenə reaksiya əzbərləmirik. Şərtləri bilsəz yaza bilirik. Birinci şərtimiz nədir? Metallar üzərinə gəlinsin halogenlər. Buradan alınır duzlar. Şərtimiz budur. Metal məsələn, natrium gətirin yerinə qoyun. Üzərinə gəlinsin halogenlər nədir? Flor, xlor, brom, yoddur da. Halogenlər bunlardır. Flor, xlor, brom, yod. Natrium üzərinə məsələn gəlirəm xlor. Nə alınacaqdır? Duz dedim. Duz nədir? Birləşdirsən də bunları. Natrium, xlor. Gördünüz? Nədir bu duz? Normal duzdur, əsas duzdur, turş duzdur, iki qat duzdur, qarışıq duzdur. Hansıdır bu? Normal. Normal, bəli. Niyə? Çünki görürsünüz ki, hidrogen qalmayıb tərkibində. Natrium, xlor. Düzdür. Məsələn, gətirirəm ferium, metal. Üzərinə gəlinsin halogen. Halogen də olsun xlor. Nə alınacaqdır? Ferium, xlor 3. Ferium, xlor 2. Yəni ümumiyyətlə bu neçə valentlidir? 2, 3 göstərir də. İndi mən elə duz yazdım ki, 3 valentlisi olsun. Olur normal duz. Bu qaydada. Yəni metalın üzərinə gələndə halogenləri alınır duzu. İkinci şərtimizin biri buydu. İkinci. Bütün əsaslar, bütün turşularla ət reaksiyası nə yaradırdı? Duzla suyu. Məsələn, bütün əsaslar nə idi? Alüminium hidroksid. Üzərinə gəlsin H-xlor. Ziyyət nə alır buradan? H2O seçerek alüminyum flor. Ziyyət atma, xahiş edirəm. Əsaslar dərsindəndir. Cavabı atma, başa düş. Peki. Şəbə, sən də yaz görüm. Yazın atın görüm, ya deyin. Müəllimə H2O üstəgə alüminyum xlor 3. Səhv deyirsən. Səhvdir. Fikirləşin deyin, cavabı atmayın. Öyrətmişəm yolunu. Hə, H2O üstə gəlsin alüminyum OH 2 xlor. Ziyyət, OH-dan. Ziyyət sən nə yazdın? Yəni mən də elə yazmışdım. Düzdür. Cavabı ona görə deyirəm ki, atmayın. Yazanda görürsünüz, yazsız. Qulaq asın. Alüminium bir dənə. OH-dan 3 dənə. Üzərinə gəlsin. Hidrogen bir dənə, xlor bir dənə. Bu hidrogen gəlir, bu OH aparır, olur H2O. Deyə çıxartdım. Yerdə nə qaldı? Alüminium, 2 dənə OH, bir dənə də xlor. Всё. Tam neytrallaşma deyəndə nə edirsiniz? Hamısını əvəzləyirsiniz. Baxın, tam neytrallaşdırın, görün bunu. Yaxşı yazmadım, bir dəqiqə. Tam neytrallaşdırın. Burada müəllimə H2O üstəgə alüminyum xlor 3 olur. İndi gəldik nəyə? Üçüncü şərtimizə. Bunu görürsünüz, əvvəlki dərsimizdən bildiyimiz idi. Duz plus oksid. Duz plus oksid qaydası nədir? Hər hansı bir duz, məsələn, kalsium, ortofosfat. Üzərinə gəlsin bir dənə də oksid, silisium O2. Burada duzun tərkibindəki oksid, bax bu oksid, duzun tərkibindəki, duz bu deyil. Duzun tərkibindəki oksid eləməlisiniz ki, bax bundan zəif, əgər bundan zəifdirsə, reaksiya gedə bilər. Yəni belə eləyirik ki, bu oksid
Ayrıca yazılan oksid. Bundan güclü olmalıdır ki, bu gəlir bunu vurur, döyür bunu, girir bunun yerinə, bunu çıxardır çölə. Və yenə deyirəm, beyniniz qarışmasın. Eləməlisiniz ki, bu oksid qüvvətli olmalıdır bundan. Duzun tərkibindəki oksiddən. Bu qüvvətlidir deyə gəlir bu düz bura. Bunu döyür, keçir özü bunun yerinə. Bunu da çıxardır çölə. Olur P2O5 üzərinə gəlsin. Kalsium. Silisium O2 bunun yerinə keçir də kalsium, silisium O3. Qurtardı. Birləşmə belə olur. Nətər bəs aktiv? Bəs desəz ay müəllim, mən nə bilim ki, bu bundan qüvvətlidir, zəifdir. Bunun qüvvətli sırası var. Qüvvətli sırasında silisium O2, P2O5 oksidlərin qüvvətli sırası. SO2, NO2, CO2. Bax bunlar bu istiqamət. Aktivliyi azalandır. Aktivlik azalır. Necə yadda saxlayasınız bunun adını? Sizin cümlə demişəm uşaqlara belə yadda saxlayırlar. Gözləyim. Sizin pişik sonaya, daha doğrusu bunu da yaz. Sonaya cumdu. Düz it cumur, amma yenə də pişik yazmışam ki, yadınızda qalsın. Bu nə deməkdir? Baxın baş hərflərindən. Silisium oksid, P2O5, SO2, NO2, zıddı CO2. Hamısının yanına oksigen sözünü gətirirsiniz, bir dənə füsyo alınır. Bu qaydada yadda saxlayın. Yadınızda qaldı. Aktivlik yadda saxlayın, azalır. Get-gedə azalır. Ən aktivi silisiumdan olandır. İndi baxın, bax görürsüz burada, hə, Aşağı azalır. bəli, aşağı doğru azalır. Ən güclü budur, sonra yavaş-yavaş azalır. Baxın, bax, kalsium 3, PO4-dən 2 dənə, üzərinə gəlsə silisium O2 yazdım. Desəz bunu nətər aldın bura? P2O5 nətər aldın? Yadda saxlayın. Bax görürəm silisium oksid. Bu ayrıca yazılan. Bundan güclüdür. Bax görürsüz üstdədir də bu. Cədvəldə üstdədir. Demək bu qüvvətlidir. O həqiqətən bundan qüvvətlidir deyə bu gəlir kalsium, silisium O3 üzərinə gəlsin. PO4 hansı oksidə oxşuyur? Və budur da P2O5 də elə bil. Və budur. Fosfordan olan. Bunu çıxardırsan. Qurtardı. P2O5 üzərinə gəlsin kalsium, silisium O3. Bunu bildinizsə, indi mənə bunu deyin görüm. Kalsium, silisium O3 üzərinə gəlsin P2O5. Ziniyyət burada nə alınır? E, buradan mən silisium O3 P2O5-in güclüdür. Hı -hı. Düz, güclüdür sonra. Gedər reaksiya getməz. Getməz ancaq da o güclü olmalıdır P2O5. Bəli, P2O5 güclü olmalıdır, amma burada bu güclüdür. Səhvdir, bu zəifdir bundan. Ona görə getmir, bəli. Reaksiya getmir. Başa düşdünüz bunu. İndi gəl bir dənə də şəfa sağ verim. Qayda necə idi müəlliməm? Qayda odur ki, bu bundan güclü olmalıdır. Bunun tərkibindəkindən. Bu ayrı yazılan güclü olmalıdır. Denən görüm indi şəfa bunu. Kalsium 3, PO4-dən 2 dənə üzərinə gəlsin silisium O2. Nə alınır buradan? Burada nə var? Bayaq yazdığımdır amma bu. Yox, yox, bayaq yazdığımdır. Belə yaz. Kalsium. Nə alınır? Kalsium, silisium, O3 üstə gəlir. Yox. Kalsium, O Düzdür. üstə Düz deyirdin. Kalsium, silisium O3 üzərinə gəlsin nə? CO2. Bəli. Hazır görsən ki, bax bu bundan güclüdür.
Bunu Hər çıxardacaq. ikisi Buna oxşayan oksidan hansı idi? CO2 idi də. Çıxartdım bunu. Yerdə nə qaldı? Bunun bir dənə oksigeni qaldı. Deyirsən kalsium, silisium, O2 ilə də onu toplayanda O3. Все. müəllimə burada Məsələn, hər ikisi güclü oldu ki, bəs. nə? Hər ikisi güclü oldu ki. Hansı güclü oldu Ayşəfa? Silisium O2 bundan güclü deyil. Kalsiyum da güclüdür. Ay bala, kalsium nə edirsən? Kalsium mən sənə dedim, bax kalsiuma. Demədim ki, buna bax. Turşu qalığına bax. Onu hakim dedi o qaydanı sağ. Demədim ki, buna bax. Turşu qalıqlarına bax. Sənin turşu qalığı aktivlik sıran belə deyilmi? Kalsiumu mən dedim, kalsium qüvvətlidir. Kalsiuma baxma. Dedim turşu qalığına bax. Baxırsan CO2, bir də silisium O2 və yaxud da P2O5 budur da. Qüvvətli sırası belə azalır. Bu ən qüvvətlidir. Zəif olsa da getmir. Bundan əgər bu zəifdirsə bunun tərkibindəkindən bəli getməyəcək. Məsələn, indi denən görün bunu. Kalsium karbonat üzərinə gəlsin P2O5. Gedər, getməz. Danışa-danışa izah elə görüm. Nəyə baxırsan, hara baxırsan, nətər bilirsən, izah elə. P2O5-ə baxırıq. Hı -hı. P2O5 ikinci sıradaydı da. Aha, düzdür. Azaldı. P2O5. Hə, Onda güc bu reaksiya gedəcək. nətər gedir? Yaxşı, düz deyirsən, gedir reaksiya. Nə alınır? Düz deyirsən, bu güclüdür. Bu güclüdür. Bu güclüdür. Gəlir, girir bunun yerinə. Bu nə edir? Bu da çıxır. Bunu vurur, çıxardır çölə. Nə kimi çıxır bu çölə? CO2 kimi. Yazsan CO2 üzərinə gəlsin. Kalsium. Bu da bunun yerinə girmişdi axı. Kalsium PO4. Sən də bilirsən ki, kalsium ekvivalentdir. Bu da H3PO4-dür də. 3 də budur. Kalsium 3PO4-dən 2 dənə. Müəllimə elə bil ki, burada bu aktiv sıralarına görə hansılar varsa onlardan biri olmalıdır da güclü getməsi Bəli, üçün. bəli. Reaksiyaya getməsi üçün şərt odur ki, şəfa. Bu girən var, amma bu reaksiyada ayrıca yazılan bax bu. Bu qüvvətli olmalıdır bunun tərkibindəki, duzun tərkibindəkindən qüvvətli olmalıdır bu oksid. Burada da bu gəlir, bunu döyür. Döyür, bunu çıxardır. Qüvvətlidir axı, bu da zəifdir. Zəifi çıxardır çölə, özü girir bunun yerinə. Özündə oxşar bir oksidini, duzunu yaradır. Başa düşdünüz? Ziynət problem qaldı burada. Müəllimə, Yaxşı. əgər kalsiumun turşu qalığı güclü olsaydı, onda heç biri gedən deyildi reaksiya. Bəli. Kalsiumun turşu qalığı güclü olsaydı getməyəsiydi. Çünki bu zəifdir axı, zəif nətər bunu gəlib döysün? Bu güclüdür. Bunu çıxardamayacaq çölə. Bu güclüdür, ancaq buna piçik də qalacaq. Düşdü. İndi gəldik dördüncü şərtə. Amfoter oksid. Oksidlər sırasında dedim sizin pişik sonaya cumdu. Baş hərflərindən yadda saxlayın. Heç əzbərləməyinizə ehtiyac yoxdur. Hamısında yanına oksigen qoyun düzəlir. Amfoter əsas. Hələ çox şey var burada. Əzbər. Amfoter əsas. Hamısının yollarını deyəcəm. Nə yazdım mən bura? Amfoter əsas. Üzərinə gəlinsin qələvi. Əvvəlki dərsimizdən bilirik. Bax, əsaslardan. Alınır nə? Amfoter əsas nədir? Məsələn, amfoter bir metal. Alüminium. Əsas da deyəndə OH forması. Üzərinə gəlirəm qələvi. Qələvi natrium OH, kalium OH bunlardır da. Yazıram məsələn kalium OH. Nə alınır buradan? Duz və su. Buradan suyu çıxardırsan, yazsan H2O. Yerdə nə qaldı? Kalium, alüminium, bir də oksigen. Yəni, deyirsən ki, suyu çıxardırıq, bir də 2 qat, bax görürsünüz 2 qat, 2 dənə metal var, 2 qat duz. Duz aldım, su aldım. Məsələn,
Natrium OH. Bəs desəz mən bu nətər aldınız? Nətər oldu bu proses? Baxın, alüminiumdan bir dənə, OH-dan 3 dənə. Üzərinə gəlsin, kaliumdan bir dənə, OH-dan bir dənə. Mən nə edirəm burada? Bu OH-ları su kimi çıxardıram. H2O. Yerdə nə qalır? Kalium, alüminium, bir də bu duz əmələ gətirməsi üçün sən bura OH yazsan, belə o duz yoxdur. Bir dənə oksigen yazsın. Всё. Bu oksigen ayağına da 2 bilsiz niyə düşür? Kalium 1 valent. Bax elləyirsiniz ki, bunlar 2 dənə metaldır da. Bu 2 dənəsi gəlir bura. Bu da 2 valent. Bu 2 də gəlir bura. Bu da 3 valent. Bax bunların cəmi eləyir 4 valent. Bu da eləyir 2 valent. Elə bil bunun əvvəlki halı belədir. Kalium, alüminium 2, O 4-dür. Sonra bunlar ixtisar gedir, qalır O2. Kalium, alüminium O2. Bildiniz nətər? Bax yenə deyirəm. Üzərinə gəlinsin, H2O üzərinə gəlsin. Kalium, alüminium, O. Belə yazdım, dayandım. Bilmirəm valentlikləri. Valentliyi çıxartmağın yolu. Kalium 1 valent, alüminium 3 valent, oksigen 2 valent. Mən də demişəm ki, bunların cəmi bundan bərabər olmalıdır. Bax, baxırsan, bunlar bir yerdə nəyi göstərir? 4 valenti. Elə bil bunların üstünə 4 valent yazılır. Bu da 2 valentdir. Bu 2 düşür bura. Bu 4 də gəlib düşür bura. Sonra bunlar ixtisar gedir. Qalır kalium, alüminium, O2. Ona görə kalium, alüminium, O2 yazsın. Всё. Müəllim, Bəli. mən burada kaliumun yanındakı H-la, alüminiumun yanındakı OH-ın onlar birləşir H2 olur da. Bəs qalan OH-lar nə olur? Ay Onu Zinət, yatmadım. bax, onu deyirəm ki, mən sizə bu təqdim elədiyim üsul var ya, bax bu. Əslində belə bir qayda yoxdur ki, bu OH-lar gəlsin məsələn bu hidrogendən birləşsinlər. Bu OH-lar məsələn buradakından birləşsinlər. Burada görsən hamısı OH-dır deyə bunun tərkibində. Görsən burada hidrogen yoxdur da. Hamısı OH-dır, birləşikdir. Mən bu OH-ları H2O kimi çıxardıram çölə. Bildin? Yəni burada elə bil ki, 2 dənə əsaslı hidrogəndə 2 dənə OH aparıram. Bunları hamısını birləşdirirəm bir yerə. Olur H2O. Yerdə qalan bu tərkibdə olan bu oksigeni də gətirib bunlarla birləşdirirəm. Bura sən OH gətirsən, burada yerdə qalan OH-ları yazsan. Belə bir formul düz alınmır deyə sırf oksigeni saxlayırsan. Əslində yenə deyirəm, bax bu açıq yazmaq qaydası ümumiyyətlə kimyada belə bir şey yoxdur. Sadəcə mən uşaqların yaxşı yadında qalsın deyə, yaxşı başa düşsün deyə həmişə bunu təqdim edirəm ki, belə yazıb gözünüzün qabağında, yəni birləşdirə bilərsiniz də. Başa düşdünüz niyyət? Nədə problem qaldı deyin. Qalmadısa keçirəm o bir qaydaya. Beşinci. Beşinci şərtimiz qızlar. 2 qat duzun alınmasıdır. 2 qat duzun alınması. Necə alırıq 2 qat duzu? Məsələn, bizə verir natrium OH, üzərinə gəlsin kalium OH. Üzərinə gəlsin H2SO4. Baxın, natrium bir dənə, OH bir dənə. Üzərinə gəlsin kalium bir dənə, OH bir dənə. H2 2 dənə, SO4-dən bir dənə. Yazdıq. Burada yenə. Bax, bu hidrogenlər bu OH-larla birləşdir. 2 mol suyu çıxartdı. Yerdə nə qaldı? Natrium, kalium, SO4. Çıxardı. Bu da oldu sizin birləşməniz. 2 qat duz alındı, su alındı. Gördünüz, burada uyğun gəldi bu üsulumuz. Çoxunda uyğun gəlir də, bəzilərində uyğun gəlmir. O bəzilərində də niyə uyğun gəlmir, bayaq dedim. Çünki bax, bayaqkında sən gətirib burada qalan OH-ları bura yazsan, belə bir formul düz deyil. Belə formul alınmır. Ona görə ümumi OH-ları ümumi bir yerə yığıb su kimi təqdim edirik ki, yəni bunlar suyu verəcəkdir. Səndə də duzun formulu düzgün alınsın deyə oksigeni qoyursan. İndi 6-cı qayda. Qarışıq duzun alınması. Məsələn, sizə Yəni verə bilər. Hə, qat duzun alınmasında 2 dənə ayrı-ayrı metal yazdıq. bəli. Turşu qalığı yazıb
belə Nətər? alınır, yoxsa Nətər? deyirəm ayrı-ayrı iki dənə metal yazıb üstünə turşu, bir dənə turşu qalğan yazdıq. Aha. O cür alındı bu. Bəli, bəli. İki dənə OH forma ilə, yəni iki dənə qələmin üzərinə sən bir dənə turşu gəldin. İndi Qələvinin niyə ayrı-ayrı metal olmalı deyək, qələvi. Hə, ay bala, bildim. natrium OH, kalium OH, sulfat, bunların hamısı iki dənə qələvidir ki, sən bu qələvləri, bax görsən bu OH-larını su kimi çıxartmalısan. Ona görə OH forması yazsan. Sırf bunları yazsan heç belə formul alınmayacaq. Belə bir şey yoxdur qayda. Kimyada belə bir şey yoxdur. Bunların qələvi, yəni qaydası budur da, qələvlərin üzərinə turşu gələndə alırsan duz. Yəni əsasın üzərinə turşu gəlmək qaydası. Əsas üzərinə gəlsin, turşu qaydası keçməmişik. Demişəm ki, əsasın üzərinə turşu gəlinə nə alınır? Alınır duzla su. Eyni qaydada iki dənə əsas gəldim. Üzərinə gəlsin turşu, alındı duzla su. Gəldim 6-cı qaydaya. Qarışıq duz necə alınır? Qarışıq duzun şərti. Birinci məsələn sizə verə bilər bir əsas. Baxın, qarışıq duzun mahiyyəti nə idi bəyək uşaqlar? Qarışıq duz dedik nədir? Bir dənə metal müəllimə, iki dənə ayrı-ayrı müxtəlif Aysa, turşu qaldı. düz, turşu qalığı. İndi sən bax buradan iki dənə müxtəlif turşu qalığı almalısan deyə, iki dənə də turşu yazmalısan reaksiyanda. Bilirsən ki, duz nətər alınır? Əsasla turşunun cəmindən. Əsas yazıram məsəl üçün alüminium OH3. Mən amma buradan qarışıq duz almalıyam deyə iki dənə turşu yazıram ki, qoy sonda iki dənə turşu qalığı alınsın, o turşu qalığı da duzu yaratsın. Üzərinə gəlinsin, yazıram H-xlor, üzərinə gəlsin H2SO4. Bax indi. Alüminium bir dənə, OH 3 dənə. Üzərinə gəlsin. Hidrogen bir dənə, xlor bir dənə. Üzərinə gəlsin. 2 dənə hidrogen, bir dənə SO4. Nə alınacaqdır? Gəlib bu OH, bu hidrogen aparacaq. Bu OH, bu hidrogen aparacaq. Bu OH da bu hidrogen aparacaq. 3 mol suyu çıxardasan. Üzərinə gəlsin. Yerdə nə qalır? Alüminium. Yerdə nə qalır? Xlor. Yerdə nə qalır? SO4. Всё. Həqiqətən də görürsən ki, sonda 2 dənə turşu qalığı alındı, bir dənə də metal alındı. Yəni 2 qat, daha doğrusu qarışıq duz alındı. 2 dənə turşu qalığı var axı. Всё. Görürsən burada da 2 dənə sən burada turşu yazdın ki, sonda da 2 dənə turşu qalığı qalsın. Gəldim indi 7-ci qaydaya. Halogenlər üzərinə gəlsin qələvlər qaydası. Yəni məsələn, xlor üzərinə gəlinsin kalium OH. Xlor üzərinə gəlsin natrium OH. Əvvəlki dərsimizdən bilirik. Denən görün bu reaksiyanın maddəsin şəffaf. Nə olurdu şəffaf? Əsaslar dərsində demişdim. Bu reaksiyada Birin, müəllimə nə bəli, yapırdı? nə alınırdı? Bunu da deyəcək ziynət. Və bunu. Birincini deyir şəffaf. Keçmişəm. Denən görüm şəffaf. Burada müəllimə belə alına bilər ki, birincisində. Deməli, kalium kalium xlor üstə gəlinsin. Kalium xloro üstə gəlinsin. H2O. Düzdür. İndi ziynət ikincini denə görüm. Burada mən kalium xlor Sonra. kalium xlor süzəcək H2 olacaq. Səhv deyirsən Burada ziynət. xlor O3 olur da. Kalium xlor O3 olur. Kalium xlor O, kalium xlor O3, bir də su. Əgər demişəm ki, özdə temperatur görürsüzsə, burada daha çox oksigen yazın da. Temperatur yoxsa da adi halda. Javel suyu bunlardan hansı idi Ayziniyə? Hansı Javel suyu adlanırdı? Birinci reaksiya, ikinci reaksiya. İkinci. Səhvdir, birinci idi. Kalium xloru üzərinə gəlsin, kalium xloru Javel suyudur. Əsaslar dərsidir. O deməkdir ki, əsaslar dərsini təkrarlamamısan, yaxşı da bilmirsən. Gəldik nəyə? İndi bunu yazın zəhmət olmasa ikiniz də.
Yazın mən atın. Bir dəfə də 8-ci şərtimiz. Qələvlərin kükürdlə reaksiyası. Qələvlər nədir? Natrium OH, kalium OH. Yazsınız natrium OH üzərinə gəlsin, məsələn kükürt. Bu halına rastlaşasınız. Nə alınır? Natriumu bir dəfə gətirib bununla birləşdirəsiniz, olacaq natrium 2S. Bir dəfə natrium O-nu gətirib birləşdirəsiniz bundan, olacaq natrium 2SO3. Bir dəfə də suyu çıxardasınız. Qurtardı. Bu da oldu. Buradan alındı duz. Görürsünüz duz aldıq. Всё. Yenə deyirəm. Məsələn, indi kalium OH üzərinə gəlsin, kükürt. Nə alarıq şəfa? Burada müəllimə deməli kalsium S, Kalsium deyil, üstə kaliumdur. kalium deməli kalium 2S, üstə Hı -hı. gəlsin kalium 2SO3, üstə Düzdür. gəlsin su. Всё, bu qaydada. Bir dəfə gətirib bunu birləşdirəsiniz, bir dəfə gətirib bu ikisini birləşdirəsiniz, bir dəfə də suyu çıxardasınız. Yəni bir dəfə qaydası yox deyib, prosta yadınızda qalsın deyə belə deyirəm. Yəni bunun əslində qaydası deyirlər, duz plus su alınır. Qurtardı, get yaz. İndi gəldik duzların həll olma qabiliyyətinə. Çox maraqlı hissədir. Uşaqların ən çox çaşdığı hissədir, amma təbii ki, mən bunların hamısının yollarını deyəcəm. Prosta 6 dəqiqə qalıbdı bu vaxtına. Böyük bölmədi. İstəyirəm təzədən link atam. Orayla qoşulun. Təzədən izah edeyim bu hissəsini. Ki, bir də dayanmasın da bizim rekordinqimiz. Yaxşı, link atıram, qoşulun.